Ola bilər ki, qısa videonu izləyə bilməz. Bizim məşhur problemimiz nəmişlik problemi. İndi buranı siləcəm. Şkafların içini təmizləyib birlikdə baxaq necə olur. Birazca da bu qaplarını açıq saxlayacağım ki, içərisi qurusun. Hər birinizi salamlayıram. Yeni vloguma və kanalıma hər biriniz xoş gəlmisiniz. Keçən vlogda sonunda da göstərmişdim bu hissəni sizə və demişdim ki, gələn vlog bununla bağlı olacaq və söz verdiyim kimi də bu vlogumu elə bu hissə ilə başlayıram və təmizlik edirəm burada. Gördüyünüz kimi məncə çox şey danışmağa burada ehtiyac yoxdur. Onsuz da hər şey, yəni göz qabağındadır. Təmizlik edirəm bacardığım qədər. Əslində bu kifləri bilirəm ki, domestoslu su çıxarır. Sadəcə mən həmin dəqiqə buranı yığışdırmalıydım. Çünki uzun müddət tör-töküntü saxlaya bilmirəm. Alina gəlib əl vurur. Ona görə də elə tez-tez çalışırdım ki, işlərimi bitirim. Kızlar, bilirəm bir çoxunuz fikirləşəcəksiniz ki, mən olsaydım buranı belə yığışdırardım filan. Əslində mən də istirdim ki, detaylı bir təmizlik eləyim, yəni hər şey ürəyimcə olsun. Amma yəni fikirləşin ki, hələ də havalar soyuqdur, hələ də nəmişlik problemi davam edəcək. Buna görə də fikirləşdim ki, onsuz bir neçə gündən sonra əvvəlki vəziyyətinə qayıdacaq. Düzdür, həmin gündən sonra qapılarını açıq saxlayıram ki, içərisi havalansın və qurusun. Yəni bu problemi yaşamayaq, amma istər-istəməz yenə də olur. Buna görə də ən yaxşı buranı detaylı formada təmizliyini yayda etməyi düşünürəm. Onu da əgər etsəm sizinlə də bölüşəcəm. Kızlar, stolun üstünü bu yaşıl bezlə silməyimə baxmayın. Buranı ondan sonra üstündə meyvə falan var idi. Onların hamısını atdım və yaxşıca cifli suyla, şampunlu suyla sildim. Yəni orada elə silirəm. Çünki bu paketlərin üstü su idi. Yəni hamısı bəzilərinin içinə kimi keçmişdi. Buna görə də mən də yerə yığa bilməzdim. Ancaq stolun üstünə yığa bilərdim. Yəni istədim ki, bunu da sizinlə bölüşüm. Qızlar, hələ ki vəziyyət belə oldu. Aralı qoymuşam, biraz səliqəsiz görünür. Biraz yox, çox səliqəsiz görünür. Amma ki aralı qoydum ki, aralardan hava işləsin və tez qurusun. Bacardığım qədər təmizləməyə çalışdım.
Yuxarını çox boşaltmadım. Çox vaxtım gedəcəkdi. Amma belə oldu ümumi görüntüsü. İndi bu hissəyə fikir verirəm və necə də ruhsuz danışmışam. O qədər yorulmuşdum ki, danışmağa belə halım qalmamışdı. Düzdür, bunu mən sizə videoda tam olaraq ötürə bilmədim ki, mənim təmizliyim nə qədər sürdü. Burada da qaynanam çörək bişirirdi və istədim bunu da sizin üçün çəkim. Hazırlanma qaydasına diqqətlə baxsaz, əslində hər şey aydındır. Formada çörəklər alındı. Sizin üçün də detallı formada çəkdim. Çünki keçən dəfə məndən soruşmuşlar çörəyin hazırlanma qaydasını. Bu videoda gördüyünüz bu qaz balası da yoldaşım 14 fevralda Alina üçün almışdı. Dünən deməli yoldaşımın aldığı hədiyyənin videosunu çəkdim qısa video formasında. Amma istədim ki, həm də uzun formada da çəkim. Ola bilər ki, qısa videonu izləyə bilməzsiniz. Buna görə də istədim bir daha göstərim. Qızlar, çox sevindiyim hədiyyələrdən biri oldu. Təbii ki, tək yeməyəcəm bunları. Dünən çox sevindim. Həqiqətən heç gözləmirdim. Çünki danışmışdıq ki, bir-birimizə hədiyyə almayacaq bu il. Sadəcə yeməyə gedəcəyik. Amma mənim üçün həqiqətən də çox maraqlı bir hədiyyə oldu. Bugün axşam da yoldaşımla yeməyə gedəcəyik. Düzdür, hələ ki bir yer danışmamışıq. Bilmirəm heç hara gedəcəyik, amma harada getsək sizin üçün video çəkəcəm. Qızlar, səhər oyandıq. Elə fürsət tapmışkən sizə hədiyyəmi də göstərdim və başlayıram səhər yeməyi hazırlamağa. Səhər yeməyimizi də edəcəyik. Ondan sonra biraz işlərimiz var və bayaq da dediyim kimi axşama da getməliyik 14 fevralımızı qeyd etməyə. Amma hələ də heç bir yer danışmamışıq. Burada başımıza gələcəklərdən xəbərsizik. Yenə biz, yenə də məşhur parkımız. Gel. Çıxmışdıq, deməli, biraz mağazalara baxdıq. Mağazalarda düzdür, sizin üçün çox heç nə çəkə bilməsəm də, Alina üçün belə 2 dənə maraqlı oyuncaq almışıq. Onu da evdə göstərəcəm və digər aldıqlarımızı da. Bundan başqa isə indi gedib hazırlaşacağam və yoldaşımla yeməyə gedəcəyik. Düzdür, hələ ki heç yer danışmamışıq. Şəhərə çıxdıqdan sonra baxacaq, qərar verəcəyik ki, harda oturaq. Ağza yox. Alina'nın hədiyyələrini sizə göstərdim. İndi də gedirəm digər alış-verişlərimizi də sizə göstərim. Qızlar, indi də başlayıram hazırlaşmağa. Tez bazar bir makiyaj eləmək lazımdır. Üzümdə biraz makiyaj var. Bu qutunu da dəfə deyirəm dəyişəcəm, amma bu dəfə dəyişəcəm mütləq. Çünki çox pis gündədir. Və makiyajımı eləyim, hazırlaşım, geyinim. Elə hazır vaxtımız yoxkən belə eləyək və tez hazırlaşaq. Çünki heç vaxtım yoxdur. Axır ki bir yer tapdıq Qoçətdə. Ən son yer idi. Biz gəldik. Hələ ki sifarişlərimizi vermişik, gözləyirik. Oy, qaynar. Necə qaynardı? Qızlar, artıq gəlmişik evə. Mən sizə çox da bir şey çəkə bilmədim.
Çünki Alina ilə məşğul olmaq filan, yəni biraz işlər də gördüm. Ondan sonra hal-hazırda indi aça bilirəm kameranı. Alina'nın kalkutkası qalmışdı burada. İstəmədim videoda düşsün. Heç olmasa belə göstərim. Yəni çox maraqlı keçdi günümüz. Əslində yer tapa bilməmişdik. Sonradan Qoçetdə oturmalı olduq. Orada bir yer qalmışdı. Orada da biz oturduq və maraqlı bir gün keçdi. Planladığımız bir şey yox idi əslində. Ona görə də ayrıca bir maraqlı oldu. Otağın halını isə heç göstərmək istəmirəm. Qonaq otağını biraz yığışdırdım, amma bizim otaq demək olar ki, köçür. Hal-hazırda da çox enerjim yoxdur əslində. Yəni yer yığış etməyə, amma üzdən bir təmizlik edəcəm. Sonra da Alinanı yatırmaq lazımdır. Bu arada mən bu sırğaları bilmirəm sizə göstərmişəm ya yox. Belə bir sırğalarım var idi. Yadımdan çıxmışdı, unutmuşdum neçə vaxtdır və gedərkən də düzdür, seplə uyumlu olmasa da istədim ki, bunları taxım. Belə çox aydın görünmür, indi sizə çıxarıb göstərərəm. Evin vəziyyətini də biraz sizə göstərim, bəlkə də sizə maraqlı olar. Baxın, biz evdən çölə çıxanda, ümumiyyətlə şənbə bazar, yoldaşım evdə olanda bizim vəziyyətimiz belə olur. Bilmirəm niyə belə olur. Sizdə də belədir. Yəni məncə bir çox evlərdə belə olur. Yəni stəkan filan hər şey. İndi buranı bir azca yığışdıracağam. Çünki biraz heç olmasa, yəni parmaq qoymaq yer olsun. Ondan sonra isə Alinanı yatıracağam. Saç düzümüm də möhtəşəm bir saç düzümüm. Yəni ev halıdır bu. Üstüm ləkəli. Yəni üzürlü sayım belə görüntüyə görə. Yəni istədim elə ev halında paylaşım. Yəni belə, məncə bir çoxumuz elə bu vəziyyətdə oluruq gün ərzində. Bu qədər. Başlayım biraz yığışdırım bu hissələri. Bu sırğaları isə Metroparkdan almışdım, səhv etmirəmsə. Mağazanın adını unutmuşam. Amma məncə endirimdə almışdım. Belə gözəl bir sırğalardır. Elə aldıqdan sonra qutuya qoymuşam. Yəni yadımdan da çıxıb. Belə çox gözəl bir sırğalardır. Bunları istifadə etmişdim.